Şirkətlər business to business proseslərini həyata keçirərkən, yəni iki şirkət öz arasında xidmət və yaxud da məhsul alqı-satqı edərkən, onların bir-birini, yəni daha doğrusu tədarükçünü, alan tərəfin, satan tərəfi düzgün qiymətləndirməsi çox əhəmiyyətlidir. Rastlaşdığımız ən böyük problemlərdən də biri odur ki, şirkətlər bəzi hallarda yalnızca qiymətləndirməni elə qiymət meyarının üzərindən aparırlar. Sanki bu söz elə onlarda psixoloji təsir yaradır ki, qiymət uyğundursa almaq lazımdır. Bu qətiyyən belə deyil. Çünki qiymətin ardında və yaxud da qiymətin əsaslığından da əlavə həmin şirkətin gələcəkdə bu biznes proseslərini nə dərəcədə davamlı aparacaq, nə dərəcədə bu şirkətə faydalı, verimli olacaq, töhfə verəcək, bunları araşdırmaq lazımdır. Ola bilər ki, birinin qiyməti digərinə 3% daha aşağıdır. Ancaq onun daşıma şərtləri, ancaq onun məhsulla əlaqəli xüsusilə də bu qida məhsulsa sanitar gigiyenik normativ tələbləri nə yerdədir? Onda hansı risk faktorları ola bilər? Yəni tədarükçünün yerinə gedib orada 50-yə yaxın izlənilməli olan məsələ var ki, xüsusilə də qida sahəsində onlara baxılması lazımdır. Saxlama şəraiti, aldığı məhsulların göstəriciləri, onun emal prosesi, oradakı soyuq zəncir prinsipi qorunurmu, qorunmurmu? Xammalların spesifikasiyası, tərkibi, göstəriciləri, laborator analizləri, bunların detallı yoxlanmasına ehtiyac var və bu araşdırmalar göstərir ki, qida sahəsində bu tip məsələlər bəzi şirkətlərdə, kiçik xüsusilə də şirkətlərdə biraz boşluqdadır. Onların təkmilləşdirmələrində fayda var. Qeyri-qida sahəsində də eyni şəkildə buna bənzər en qədər monitoring alətləri var. Həmin məhsullarla bağlı sertifikatlar, lisenziyalar, icazələr, məhsulların partiya nömrələrinə görə izlənə bilirlik sistemi varmı, onun aparılması, şirkətin daşıma qabiliyyəti, çatdırılma şərtləri, onun sizin şirkətin fəaliyyətinə uyğun tələb etdiyiniz sənədləşmə ilə bağlı yanaşması necədir, onlar sənədləşməni necə aparır, rəsmiyyət varmıdır, yoxsa onlarda daha fərqli bir üslubda qeydiyyat mı gedir, üzləşmələr necə aparılacaq? Bax, bunların hər birini qarşı tərəflə razılaşdırıb, onu yoxlayıb, ondan aldığınız feedbacklər qarşılığında siz də fikir formalaşa bilər ki, bu tədarükçü ilə işləmək olar, yoxsa yox. Tədarükçü müştəriyə gedən yolda ən önəmli dəstəkçidir. Siz nə qədər yaxşı xidmət göstərirsinizsə göstərin, sizə tədarük olunan məhsul və xidmətdə uyğunsuzluq varsa, birbaşa olaraq müştəri ilə siz üzə qalacaqsınız. Çünki qətiyyən müştəriyə siz bunu deyə bilməzsiniz və müştəri də bunu qəbul eləməyəcək ki, bəs mənim tədarükçüm mənə bu vəziyyəti yaratdı, üzrü sayın, mən də sizə bunu yaratdım. Bu müştəri üçün qəbul edilməz, çünki o pulu sizə ödəyib, müqabiləni sizlə bağlayıb. Və avtomatik olaraq tədarükçünün yoxlanılmaması, düzgün seçilməməsi sizin gələcək bütün biznes perspektivlərinizə ciddi şəkildə zərbə vura bilər.